izləyirəm hər kəsi. Ordubadın Kənd Həyatı kanalını. Olsun. Papağan çıxartdı uşaq. Baxın, mənə çox belə şirin gəldi bu uşaqlar. Allah saxlasın. Bunlar buradadılar. Şeydə. Qasım çeşməsində gəliblər, ana bacılarımızda gəliblər buradan. Təbiətdən səbzi yığırlar. Biz səbzi deyərik, göyərti. Yəni, təbiətdə bitən göyərtilərdən yığırlar. Yəni, onlar barəsində bilmirəm, vaxtım olsaydı bir video çəkərdim. Hansının adı nədir? Yeyilən göyərtilər, bitkiləri çəkərdim. Bir əl sallayın. Adları nədir bunların? Məhluqə, biri? Məhluqə, Zəhra. Zəhra, Məhluqə. Əl elə. Məhluqə, sən də əl elə. Zəhra. Elə bunda. Sən əl elə görüm. İzləyicilərimizə əl elə. Utandı da. Çox sağ olun. Bura cavanlar gəldi, amma onları çəkməyəcəm. Ata maraq göstərirlər, gəlirlər. Belə bax. Velosipetin qoydu ora. Gəliblər ata baxmağa. Deyir, bizi çəkmə. Dedim, mənim bu gözüm üstə çəkmərəm. O qaqaş kimdir? Adı neydi? Ata. Yaqub. Yaqubun oğlu deyil. Salam aleyküm salam. Cavanlar ata görə gəldilər bura. Elə mənim ətrafıma toplaşdılar. Çox sağ olun. Videolarımızı bəyənin. Kanalımıza abunə olun. Özünüzdə Allaha əmanət olun. Təşəkkür edirəm. Qasım çeşməsindən son bir görüntüm. Hələlik.